Bu gün mən sizə köməkçi nitq hissələrindən olan qoşmanı izah eləməyə çalışacağam. Birinci suala baxırıq. Birinci sualda deyir ki, cümlələrdən birində qoşma işlənməmişdir. Ümumiyyətcə qoşma buna deyilir ki, qoşma ümumiyyətcə ismin adlıq, yiyəlik, yönlük və çıxışıq hallarına qoşularaq müəyyən mənaçaları yaradır. A variantına baxırıq. Yağışdan sonra güclü külək başladı. Burada sonraya baxırıq, çünki burada sonra qoşmamızdır. Və qoşma olub olmadığını hardan bilirik? Özündən əvvəlki sözə baxırıq. Baxırıq ki, burada dandan şəkilçimiz var. Bir də qoşma budur ki, yəni yerliklə təsirlik hallarına qoşulmur və qoşula da bilməz heç zaman. Sonra burada sonradan əvvələ baxırıq. Dandan şəkilçisinə qoşulduğu üçün bu qoşmadır. Sonra B variantında arxı tullan sonra afərindir. Burada baxırıq ki, sonradan əvvəl heç bir şəkilçisi yoxdur ki, ona qoşulsun və qoşma yaratsın. Onca bu da deyil. Sonra C variantında səndən başqa dostum yoxdur. Burada başqadan əvvəl yenə orada dandan şəkilçisi gəlir. Buna görə də qoşmadır. Sonra D variantında Kamil çantasının ağzını iplə bağlayırdı. Burada ip ilə bağlayırdı. Nə ilə bağlayırdı? Bu da ümumiyyətcə bağlayıcıdır. Burada Lalə. Sonra Y variantında şirin bir xatirə tək qalacaqdır dünyada sevərək yaşayanlar, sevilərək ölənlər. Burada da bizim tək yazılan qoşmalarımız var ki, bunlar da tutaq ki, təkdir, dəkdir, cadır, candır. Bunlar sözə biçirək qoşma yaradır. Burada da işlənib. Bizə işlənməmiş soruşur. Onun görə cavab B variantıdır. Sonra 2-də cümlələrdən birində qoşma işlənmişdir deyir. A variantında o suallara ürəklə cavab verirdi. Necə cavab verirdi? Xəbərin, yəni feilin yanında gəldiyi üçün bu zərfdir. Sonra B variantında azgöz qazandıqca yenə ulduzdur. Çünki o pozdur. Tamahla ləyaqət arasındakı nazik xəttlər. Burada tamah və ləyaqət arasındakı nazik xəttlər demək istəyir. Yəni burada əgər və ilə əvəz edə biliriksə ailəni, onda burada bağlayıcıdır. Sonra C variantında yaşa cəsarətli, yaşa cürətlər necə? Burada təzə hərəkət zərfidir. Ona görə də, yəni burada zərfdir. Cəsarətdə və cürətdə. Sonra D variantında nöqtələr, vergüllər nə qədər desən saxta nidalarla dolub kitablar. Burada saxta nidalarla, burada daha doğrusu qoşmadır. Sonra Y variantında isə xəstə tamamilə yaxşılaşmışdı. Burada tamamilə də zərfdir. Yəni cavabımız oldu D variantı. Sonra 3. Sözə qoşularaq məsafə mənası yaradan qoşmaları müəyyən edin. Burada 3-də olacaq C variantı. Məsafə qoşmalarımız bunlar ki, kimi, dək, kimi, qədər, dək, candır. Burada C variantı olur. Sonra 4-də bənzətmə mənası bildirən yaradan qoşma işlənmiş cümləni müəyyən edin. Sonra A variantını deyir ki, ticarət mərkəzində kimi özünə ayaqqabı, kimi də palto seçirdi. Burada kimi əvəzlik mənasına çıxış edir. Sonra B variantında hər gün dəniz sahilinə kimi piyada gedirik. Burada ümumiyyətcə kimi əgər yönlük hala qoşularsa onda məsafə, yox əgər yerliyə qoşularsa bənzətmə mənasında yaradır. Baxırıq ki, dəniz sahilinə. Burada kimi A-yə qoşulduğu üçün məsafə mənasını bildirir. Sonra C variantında vətəni onun kimi sevin və həmişə torpağa borclu olduğunuzu düşünün. Burada kimiyə baxırıq, onun, yəni inə qoşulduğuna görə, ona görə burada bənzətmə bildirir. Elə cavabımız C variantıdır. Sonra D-yə baxırıq. Yarışa kimi göndərmək lazım olduğunu məşqçi deyəcək. Burada kimi, burada yenə əvəzlik mənasına çıxış eləyir. Sonra Y variantında isə deyir ki, babam həyat qapısının ağzına kimi
kimi gül əkmişdi. Burada ağzına kimi. Yəni yenə a-ə qoşulduğuna görə məsafə mənasını bildirir. Onca cavabımız oldu C variantı. Sonra 5. Hansı cümlədə ilə, yəni Lalə qoşma kimi işlənib? A variantına baxırıq. A-da deyir ki, dünya ilə cahan sinonim sözlərdir. Dünya və cahan. Burada yenə dediyim kimi, əgər iləni və ilə əvəz edə biliriksə, onda bu olacaq artıq bizdə nə? Bağlayıcı. Öncə A variantı bağlayıcıdır. Sonra B-yə baxırıq. Şəkil fırça ilə çəkilib. Şəkil nə ilə çəkilib? Yəni fırça ilə. Burada artıq qoşma kimi işlənib. Sonra C-yə baxırıq. O məni həyəcanla dinlədi. Necə dinlədi? Həyəcanla dinlədi. Burada da zərfdir. Çünki feilin yanına gəlib. Sonra D. Əli ilə Vəli dostdurlar. Burada Əli və Vəli dostlar. Yəni iləni və ilə əvəz edə biliriksə yenə onda bağlayıcı roluna çıxış eləyir. Sonra Y variantında dostum imtahanlara səylə hazırlaşır. Burada səylə hazırlaşır. Necə hazırlaşır? Feilin yanına gəldiyi üçün nə olacaq? Zərf olacaq. Yəni burada cavabımız olur B variantı. Sonra 6-ya baxırıq. Məlik iclasdan sonra evinədək piyada getdi. Cümləsindəki qoşmanın məna növlərini müəyyənləşdirin. Burada bir zaman qoşmamız var, bir də məsafə qoşmamız var. Zaman qoşması sonradır. Çünki dandənə qoşulduğuna görə sonra qoşmadır və zaman mənasını bildirir. Bir də burada dəkdir. Bayaq demişdim, dəkdir, təkdir, cadır, candır. Bunlar sözə qoşularaq tək hecalı olduqlarına görə sözə qoşularaq qoşma yaradırlar. Ona görə də burada dəkdə məsafə qoşmamızdır. Yəni zamanla məsafə olacaq. Cavabımız B variantı olacaq. Sonra 7. Sarı, tərəf, doğru qoşmaları hansı məna növündədir və hansı halda işlənən sözlərə qoşulur? Sarı, tərəf, doğru istiqamət qoşmalardır və yönlü hala qoşulur. Tutaq ki, deyirəm ki, evə sarı, evə tərəf, evə doğru və s. Sonra 8. Başqa, qeyri, savayı, özcü qoşmaları hansı məna növündədir və hansı halda işlənən sözlərə qoşulur? Bu, başqa, qeyri, savayı, özcə fərqləndirmə qoşmalardır və çıxışıq hala qoşulur. Tutaq ki, səndən başqa, səndən savayı, səndən özgə, səndən qeyri və s. Yəni dandan şəkilsinə qoşulur və fərqləndirmə mənasını bildirir. Sonra 9. Kimi qoşması tək qoşmasının sinonimi olduqda ismin əsasən hansı halında olan sözlə işlədilir və hansı mənanı bildirir? Burada isə yəllik halını bildirir və bənzətmə rolunda çıxış eləyir. Sonra 10. Kimi qoşması dək qoşmasının sinonimi olduqda ismin hansı halında olan sözlə işlədilir və hansı mənanı bildirir? Burada isə artıq olacaq, yönlük halda olacaq və məsafə mənasını bildirəcək. Tutaq ki, deyirəm ki, evə dək, evə sarı, daha doğrusu üzr istəyirəm, sarını yox. Tutaq ki, evə dək, sonra məktəbə dək olanda baxırıq ki, artıq bir yönlük hala qoşulur və məsafə mənasını bildirir. Ümumiyyətlə dək ancaq məsafə rolunda çıxış eləyir. Yəni məsafə qoşmamızda. Sonra bu qədər idi. Növbəti dərsdə görüşənədək.